Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən şəhər əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə fasiləsiz olaraq təmin etmək üçün mütəmadi işlər görülür. Bu il ərzində 379 abonent yeni şəbəkəyə qoşulub, 187 ədəd su şəbəkə xətti təmir olunub. Bundan başqa 5 ədəd yeni su bulaq su ilə təmin edilib. Kanalizasiya şəbəkə xəttində 623 ədəd təmir işləri görülüb. Kürdəmir su meliorasiya sistemləri istismarı idarəsi şəhər ərazisi tam olmaqla şəhərə yaxın 4 kənd Xırdapay, Ataşkilik, Söranı və Qarabağ kəndlərinin 8445 abonent əhali, 295 abonent isə qeyri-əhalinin davamlı olaraq 24 saat su təminatını həyata keçirdi. Hal-hazırda vətəndaşın asan xidmətlərə müraciəti əsasında vətəndaşa texniki şərt verilmiş və idarə tərəfindən texniki şərtə əsasən vətəndaşa dayanıqlı su təminatı ödəmək üçün suyun çəkişi davam etdirilir. Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsi ilin əvvəlindən etibarən ildən təmizləmə, cari və əsaslı təmir işləri həyata keçirib. Belə ki, 392 kilometr suvarma şəbəkələrində hamarlama və lildən təmizləmə işləri aparılıb. 15 kilometr Asmanov kanallar əl ilə lildən təmizlənib. Bununla yanaşı 43 ədəd nasos stansiyada cari təmir işləri davam etdirilib. 52 ədəd dircəyəli yastıq yenisi ilə əvəz edilib. Kürdəmir su meliorasiya sistemləri istismar idarəsinin balansından 1297,3 km suvarma şəbəkəsi, 58 nasos stansiya olmaqla rayonun 69504 hektar əkin sahəsinə xidmət göstərir. Hal-hazırda mövcud dayandığımız kanal Qarasu Nov kanalıdır. 3,4 km olmaqla Qarasu kəndinin 658 hektar əkin sahəsinə xidmət göstərir. Hal-hazırda Nov kanalının istismar müddətinin başa vurulması ilə əlaqədar 2,4 km layihə smetləri hazırlanmış, əsaslı təmirə başlanmışdır. 2025-ci ildə 950 metr hissəsində Nov kanalda demontaj işləri aparılmış və yerinə yenisi ilə yeni Nov kanal çəkilməsi ilə bərpa edilir. Rayonda görülən meliorativ tədbirlər əkin sahələrinin suvarılmasını yaxşılaşdırıb. Buna görə də fermerlər bol məhsul əldə ediblər. Hazırda onlar növbəti mövsüm üçün hazırlıqlarını davam etdirirlər. Biz cəmaatımız Ərəbxana adından bütün Kürdəmir zonasının adından sizə təşəkkür elan edirəm. Allah prezidentimizə ömür versin, uzun ömür, can sağlığı versin. O prezident işlədiyimizin bir müddətdə idaramızda heç bir nöqsanlar olmayıb. Su təsərrüfatı, bütün əhalimiz becərdiyimiz bu təsərrüfatla məşğuluq. Suyumuz bol, hər şeyimiz bol, heç nədən yaranımız yoxdur. Allah işlərini avan eləsin, bizi suyla təmin edir, yenə bolda cəmaat əkinlərimizi sulayırıq. Məhsulu yaxşı, bol gözləyirik, əkənəmiz də yaxşıdır, heç nədən də ehtiyacımız yoxdur. Qeyd edək ki, Kürdəmiri rayonunda suvarılan sahələrin 38.007 hektarı öz axımı ilə, 31.497 hektarı isə mexaniki üsulla suvarılır ki, hazırda bütün suvarma şəbəkələri saz və işləy vəziyyətdədir.